Herkese salam, hər vaxtınız xeyir olsun. Bu günlərim sizə yeni alınan notebooklarda flaşkanı, USB-ni kompüterə taxıb, hansı ki daxilində içində Windows 10 və yaxud 11 olan flaşkanı kompüterə taxarkən kompüterin heç bir reaksiya verməməsini, yəni sistemin boş göstərməsini, SSD-nin və ya HDD-nin olmamasını göstərir. Bunun problemini göstərəcək. Yeni alınmış kompüterlərdə ekranda gördüyünüz kimi göstərir. İlk yandırarkən növbəti addımları sizə izah edəcəm. İlk öncə onu bildirim ki, sizin əlinizdə belə bir USB hard disk flash kart olmalıdır. Bunu daxil edirik ikinci bir kompüterə. Daxil etdikdən sonra daxil olaraq Google Chrome'dan yazaraq Intel Rapid Storage Texnologiyası. Bunu yazandan sonra daxil olaraq ilk çıxan səhifəyə xatırladım ki, burada göstərir 10-cu və 11-ci nəsillər üçün, yəni və yaxud da bundan yuxarı nəsillər üçün nəzərdə tutulur. Siz bunu 10-cu nəsildən aşağı olan kompüterə yaza bilməyəsiniz. Bunu download edirik. Sonra burada yazılanların hamısını download edirik. Mən artıq download eləmişəm deyə təkrar eləməyəcəm. Yüklənir. Belə bir şey olur. Bu bizə lazımdır əslində papka kimi. Papka kimi olmaq üçün mən burada göstərim sizə flash kartımda. Mən də baxın burada yükləmişəm və burada papka kimi də var. Bu papka kimi olmasa növbəti digər kompüterimizə taxdıqda görsənməyəcək. Bunu deməli papka kimi görsənmək üçün nə edirik? CMD bilirik də CMD nədir yəqin ki. CMD-ni açırıq. SD CD yazırıq. Daxil etdikdən sonra bizim flash kartımız hansı diskdirsə onu seçirik. Seçdikdən sonra burada bizim yüklədiyimiz bu not readme text files. Bunu açırıq. Burada gəlir bizə göstərir 6.3-də 6.3, 6.1 6.3-də belə bir fayl verir, tekst verir bizə. Bu teksti kopyalat edirik, növbəti past edirik CMD-də. Enter basdıqda açılacaq və göstərəcək ki, sizə papka şəklində, flash qabızda papka şəklində yaradıldı. Mən bunu eləmirəm ki, ikinci papka kimi olmasın. Papka kimi burada yaradılandan sonra bütün hamısı burada artıq var. Bu kompüterdə işimiz qutardı. Keçirik artıq yeni kompüterə. Yeni kompüterə yaxınlaşırıq. Flaşkamızı daxil edirik. Daxil etdikdən sonra Ctrl Alt Delete restart veririk və F2 və Delete knopkalarını dayanmadan basırıq. Açılır belə bir menyu. Burada gəlib F5, F6 ilə çəkirik flaşkamızı önə. Save edib çıxırıq və gözləyirik. Kompüterimiz açılır. Xatırladım ki, touchpad driveri yüklənmədiyi üçün klaviaturdan istifadə edərək işimizi davam etdiririk. Next edirik. Custom seçirik. Burada gördüyünüz kimi load driver, yəni heç bir şey göstərmir. SSD, HDD nə olduğu, yəni boş sistem kimi göstərir. Hard disk olduğunu göstərmir ümumiyyətlə SSD-sinin. Daxil olub load driverə, browse
Gəlirik LCD ISO C, yəni flash kartımıza. OK, üzr istəyirəm. Browse. LCD gəldik. Setup, Extract, Production, Windows 15063, Drivers və buradan daxil olur VMD-yə. VMD-yə daxil olanda baxın, belə bir seçenek verir. Bu bəzi hallarda 2 dənə də ola bilər. Amma bizdə indi hal-hazırda bir dənədir. Seçirik, Enter basırıq və gözləyirik. Yüklendikten sonra açılır belə diskləri göstərir. Biz buradan istəsək diskləri bölə bilərik. Məsəl üçün New-yə gəldik. Mən istəyirəm, mənə versin 280. Apply edirəm. OK. Gördüyünüz kimi C diskim oldu 275, D diskim oldu 195 GB. C diskini seçdim, Enter bastım və buradan sonrası artıq hər kəsə məlumdur yəqin ki.